Bu gün sizə yaralılar və yaraşıqlı sözünün tərkibinə görə təhlilini yazacağam. Həmin sözləri yazaq. Yaralılar və yaraşıqlı. Sonra bu sözləri tərkibinə görə təhlil edək. Yaralılar sözündə sözün kökü yar feili, sonra yara ismi, yaralı, lar, cəm şəkilçisi. Yaraşıqlı sözündə isə yaralılar sözündən fərqli olaraq sözün kökü yar feili deyil, yara feilidir. Yaradan yaraş yaranır. Çünki ıl, ış, ın, dır, tı şəkilçiləri feilə qoşulur. Lıq leksik şəkilçi, lıda leksik şəkilçi. Bunu asan yolla belə yadda saxlaya bilərik ki, yaralılar sözündə sözün kökünü yar götürdük. Yəni, əlim yarılır, o nə olur? Yara. Sonra da mən kim oluram? Yaralı. Yaraşıqlı sözünü isə, belə deyim də, bir paltar alırıq, o mənim işimə yarayır. Ona görə sözün kökünü burada yara götürürük. Yara bu əlin yarası mənasında deyil. Yəni bir paltar alıram, işimə yaramaq mənasındadır. Mənim işimə yaradı, sonra yaraşdı, sonra mənə yaraşıq verdi və mən oldum yaraşıqlı. Bu formada asan yolla yadda saxlasaq, ümid edirəm ki, yaralılar və yaraşıqlı sözünü tərkibinə görə təhlilimdə səhvlərə yol verilməz.